Detonasiyanın ilk qonağı Deta Talk'da sahibin un məlumatları kimi tanınan iş adamı Sahib Bağırov. Xoş gəlmisiniz Sahib. Çox sağ olun. Axşamınız xeyir. Siz Zaqatalada şirniyyat sferasında öndə gedən insanlardansınız. Biz də bugün sizi burada görməkdən şadıq. Təşəkkür edirəm. Necə oldu bu sahəyə başladınız? İlk öncə təşəkkür edirəm mən bu birinci proqramımıza dəvət elədiyiniz üçün. Hər bir iş adamının deyək ki, bir başdan başlama bir hekayəsi var. Bizim də bir özümüzə bir məxsus bir hekayəmiz var. Yəni, bu 90-cı illərdən başlayan bir hekayədir. 96-cı illərin biraz ağır vaxtları idi, belə deyək. O vaxtlar düzdür, başqa elə bir xırda ticarətlə məşğul idim. Amma həmişə fikrimdə, beynimdə istehsal olubdu. Düzdür, bamya istehsalı deyil, sadəcə olaraq istehsal olubdu. Bir vaxtı elə oldu ki, yəni bamya istehsalına maraqlandım. Getdim, müəyyən sexlərə getdim. Bazarda bir fəaliyyətdə olan bir sex var idi, oraya getdim. Sonra vağzalda fəaliyyətdə olan bir sex var idi. Bizim yaxın qardaşımız Eyvaz qardaşım. Onun sexində getdim. Orada bir neçə gün belə tanış oldum, işlədim. Yəni elə yavaş-yavaş bamya istehsalına başlamış oldum. Sonra da xırda-xırda da deyək ki, evdə, həyətimdə bişirirdim, götürürdüm, aparırdım bazara, bazarda təqdim eləyirdim. Düzdür, o vaxtlar tanımırdılar. Yəni elə satışla bamya satışı ilə kiçik deyək ki, addımlarla başlamışıq. Çalışmışıq ki, birinci növbədə qazancıq, birinci növbədə biz keyfiyyəti öne sürək. Yəni bizə keyfiyyət maraqlı olubdu. Sonra ondan sonra qeyri-şirniyyatlar, yəni bamyadan başqa olan digər şirniyyatlara da keçmişik. Yəni düzdür, hal-hazırda istehsalımızda yoxdur, amma pryanik istehsalı. O vaxtı bəli, məşhur idi bizim uşaqlığımızın. Onun kakaolusu olurdu. Hə. Birinci ağ idi, sonradan kakaolusu. Bəli, ağ idi, sonra onu kakaolu elədik. Çeşidlər gəldi. Bəli, çeşidlər şey. Sonra qırmızı pryanikdə yedilər. Deməli, uşaq vaxtı yediyimiz pryaniklər siz hazırlayırsınız. Mənə maraqlıdır Sahib bəy, siz niyə bamyadan başladınız? O demək olar ki, təsadüfən elə bir fikrimə düşdü. Daha çox da Zaqatalaya məxsus olan bir şirniyyat olduğuna görə o önə gəldi. Elə bir gözümə o daha deyək ki, bamya özü kimi şirin gəldi. Yəni bamyaya da Zaqatalada düzdür. Həm tələbat da çoxdur, Zaqatal olubdu həmişə. Yəni bamya Zaqatalada sevilən bir məhsul olubdu. Bir ara kimlərisə görə biz xəttinə dəysin dedim, amma bir ara çox keyfiyyətli salmışlar. Biz əvvəl 90-cı illərin əvvəllərində keyfiyyətini çox aşağı salmışlar. Bir neçə yerdə bişirilirdi, heç düzgün bir texnologiyayla bişirilmirdi. Sonra bu tam deyək ki, Sovet dövrün bamyasının texnologiyasını hətta biraz da mükəmməlləşdirərək biz onu istehsalını çalışdıq ki, önə sürək və o cürə onun dadı biraz daha gözəlləşdi. İndi o bamyanın da bir hekayəsi var, tarixi var daha. Tarixi var bamyanın. Eşidək. Bamyanın tarixi başlayır. Bamya ümumiyyətlə indi hər kəsə maraqlı olar ki, nədir deyə, bamya bitkidir. O bitki əsas olur İran-Azərbaycan tərəfində, yəni Kürün o biri tərəfində. Biz tərəfdə bitən bitki deyil. Bamyaya da oxşar bir nəyi var. Ona görə də elə bamya adlanıbdır bizim. O şirniyyat da əsas, yəni bamya şirniyyat da əsas Cənubi Azərbaycana aiddir. Amma orada bir başqa cür texnologiya ilə bişirilirdi. Orada bişiriləndən sonra şəkər üstünə səpilirdi. Şəkər tozu səpilirdi. Şərbətli deyildi. Şəkər tozu səpilirdi. Onu bizim bu aran rayonlara gətirmişdilər.
Bu hətta mən böyüklərimdən eşidirdim ki, Sabirabadda bizim atamın tərəfi Sabirabaddadır. Sabirabadda hətta onu bişirib üstünə səpib belə satanlar olubdu. Zaqatala bamyanın nəyə görə adlandırılır? Çünki Zaqatala ustaları tərəfindən bamya şərbətə qovuşulur. Bizə gəlişi də elə olub. Əvvəl şəkər bəli. tozu səpilib satılırdı. Sonradan mı şərbət? Bizə gələndə şəkər tozu olmayıb. Elə bizə gələndə birbaşa şərbət. Yəni aydın. bizim bizdə sevilməsinin səbəbi şərbətdir. Şərbətlənibdir. Düzdür, Azərbaycanda bəzi rayonlar özünə məxsus eləmək istəyirlər, adını çəkməsəm də. Hər kəs biləcəkdir, amma Zaqatala aiddir. Yəni çünki o əsas 50-ci illərdən bu yana o Zaqatala bişirilən bir şirniyyatdır. 50-ci, 60-cı illərdən bu yana Zaqatala bişirilən bir şirniyyat. Ən çox mənim yadıma gəlir, uşaq vaxtı belə sizin kimi mağazalar az olurdu. Biz bazardan ən çox alırdıq onu. Bəli. Bazarda onun sexi var idi. Hətta bazardakı sexdə mənim atam da bir vaxtı, düzdür o istehsal ilə məşğul olmayıb, sadəcə olaraq nəzarətçi kimi bir işlədici kimi oranın sizin bu göz aşinalığınız o tərəfdəndir onun. Bəlkə də bilmirəm qismət olubdu. Yəni elə bir nəyimiz olmayıbdı ki, imin atamın yəni atamın məsləki də deyil bu. Atam ticarətçi olubdu. Bamyanın bişirmə texnikasını yiyələnib, özünüz hazırlayıb, sonra da özünüz satışını eləmisiniz. Sonradan necə oldu mağazaya keçdiniz satışına? Yəni o hekayə də mənə maraqlıdır. Çünki bu artıq bir biznesdir də. Çünki biri var ki, sexdə kimdənsə getdiniz, aldınız, satdınız, bu satışını həyata keçirməkdir. Ancaq öz biznesinizi qurmaq mənə maraqlıdır ki, o biznesi necə qura bildiniz? Özüm bişirirdim, aparırdım bazarda verirdim satsınlar deyə. Sonra yavaş-yavaş artdıqca, yəni özüm bişirirdim, göndərirdim bazara. Bazarda bir neçə obyektlər olurdu ki, onlara biz paylayırdıq. Düz rəqiblərim də var idi. Onlarla həm anlaşan vaxtlarımız da olubdu, anlaşmayan vaxtlarımız da olubdu. Yəni enişli, yoluşlu işlər yəni Bamyada çox olubdu. O zamanlar çox olubdu. Elə olar ki, birinci paylamışıq. Yəni özümüz satışını eləyə bilmirdik. Ancaq bişirirdik, göndərirdik, nə edirdik. Hal-hazırda yenə də həmən cürə, yəni biz paylayırıq, bazarda da var gendə obyektlərimiz, marketlərdə veririk. Bir də öz obyektlərimiz var ki, hal-hazırda yəni bütün məhsullarımız orada satılır. İlk mağazanızda pryanik dediniz, bamya dediniz. Amma yox, o vaxt pryanik istehsalı demək olar ki, 2000-ci il əvvəllərindən bu yana dayandırdım. Siz dayandırdınız artıq. Dayandırdım. İndi də yoxdur. Pryanik dayandırdım. İndi də yoxdur. Pryanik yoxdur. Pryanik belə deyim də, pryaniklə məşğul olmaqdan ötürü gərək təkcə pryaniklə məşğul olasan. Biraz çox yer tələb edir. Ona görə indi şirniyyat çeşidlərimiz çoxdur olmağına. Siz bamyadan sonra təndir işinə də başladınız. Çörək. Bamyadan sonra əslində kürə işinə başladım. Aha, kürədə kürə çörəyi bişirirdik. 2000-ci illərin əvvəllərində başladıq təndir bişirməyə. Təndir çörəyi əvvəl bu deyək yerli təndirlər salırdıq, bu torpaqla. Sonra gördük ki, o uyğun gəlmir. Çox tez dağılır və onun tezdə daşları çıxır, çörəyin altında qalır. Ona görə yeni bir tikilmə üsulu ilə olan təndirlər. Bu dönəmdə kimdən dəstək alırdınız? Məsəl üçün deyirsiniz, yeni texnologiya tapılırdı. Biz axtardım ancaq. Özünüz araşdırdınız. Araşdırma, axtarma. Yəni məncə çətin olan proses elə burasıdır. Çünki yəni həmişə yəni belə deyim də həmişə plan qurmuşam, həmişə axtarmışam, ya başqa bir rayona gedəndə, başqa bir dövlətə gedəndə ki, həmişə çalışmışam ki, getdiyim yerdə özümüzün işinə aid nəsə tapım. Onu tapım ki, nəyəsə biz gətirib öz yerimizdə həyata keçə bilək. Ən çox misal üçün hansı dediniz başqa dövlətlərə gedirdim. Orada Türkiyədən biz
Trabzon çörəyidir, sonra baton çörəyidir. Onlar baston deyirlər, baston çörəyi. Onları oradan pide çörəyidir. Ramazan ayında bişirilir. Ramazan pidesi. O gedib özüm getdim. Xeyli vaxt orada kurslar keçdim. Orada mənim bir Osman abim var. O özün bir fırını var idi. Orada dəstək oldu. Öyrətdilər, o işçilərə öyrətdilər. Onların yanında işlərdim elə. Sonra gəlib elə o cürə işçilərə öyrədərək. Yəni araşdırmadan əlavə siz burada əlaqələrinizi də qurmusunuz da. İstər-istəməz getdiyiniz yerdə niyə sizə kömək etsinlər ki? Çünki indi bu sahə elə sahədir ki, o məsələ lap maraqlı oldu o mənə. Mən birinci getdim Trabzona gələndə taksi şoföründən soruşdum, dedim bir fırın belə bir indi gəlmişəm Azərbaycandan. Bəs Qaradəniz fırını istəyirəm ki, gedim onlarla danışım, belə mənim özümdə belə bir iş var deyə oyundan istəyirəm birləşdirmə. Apardı bir Mevlana fırın adlı bir fırın var. Ora apardı. Orada məni elə qarşıladılar birdən. Azərbaycandan məsləkdaş deyə elə qarşıladılar ki, elə bir ki mənim bəlkə 100 ildir tanıyırlar. Çox isti qarşıladılar. Dedilər ürəyin nə vaxt istəyirsə gəl öyrədək. Düzdür, mən vaxtı qalmadım, qayıtdım. Bir 20 gündən sonra planlaşdırıb işimi qayıtdım ki, orada qalım deyə. Getdim, getmişəm, deyirəm, bəs özlə hər şey göstərdilər, belədir, nədir. Deyirəm, bu yaxınlıqda bir otel harada var ki, özdə o Trabzonun vilayəti idi, Vakfı Kebir. Əsl Trabzon çörəyin vətəni oradır, Vakfı Kebir. Bəs dedim, Akyazad oranın yəsinin az qal bir xətrinə dəydi. Nətə yəni, sən gəlibsən qonaq desən, gəlib oteldə qalasın. Mənə apardılar evlərində ayrıca bir otaq da yox, bir mərtəbə verdilər. Nə deyim onlar. Mən görürəm ki, sizin işçilərinizlə, çəkiliş qrupu ilə olsun, özünüzə məxsus bir ünsiyyət metodunuz var. Bu da həqiqətən də sizin işinizdə uğurlu olmağınızın bir göstəricisidir. Danışaq yaxşı, birinci mağazanız butikadan başlamısınız. Sonra necə oldu, davam eləmək istəyirsiniz? Yəni bir dəqiqə böyük şəbəkə sayılmasa da, yəni bir kiçik şəbəkə kimi bəli Allah şükür qurulubdu olmağına. Bu da siz əsas nədən gəlir? Tələbdən. Daha çox tələbdən. Elə bir ki, yəni tələb olunur ki, yəni filan bir şeyin olunması, o da bizə istər-istəməz çatır o tələblər. Yəni biz müştərilərə çox əsas qulaq veririk. Nəinki hansı obyekt içində, hər bir xırda işdə, hər bir çeşidin hansısa məsələn dadında və yaxud görünüşündə olan bir məsləhətə ona mütləq qulaq veririk. Hətta olubdu, Elşən qardaşımız da bizim olubdu bir dəfə hansısa bir məsləhət vermişdi. Yəni siz keyfiyyətə önəm verirsiniz, nəinki kəmiyyətə. Yəni daha çox satım Yox, daha çox satmaq biz yox, əsas daha keyfiyyətli satmaq. Yəni çox obyekt olmasının səbəbi, yəni məsəl üçün fərqli yerdə obyekt olması səbəbi daha çox keyfiyyətinizi göstərməkdir. Bəli, keyfiyyəti göstərmək. Həm də insan bəzən olurdu, buradan belə deyək də, Zaqatala yuxarı tərəfindən olan bizim müştərilərimiz çox deyirlər ki, bəs biz hər dəfə aşağı gedə bilmirik. Aşağı gedə bilmirik. Elə oldu ki, biz meydanda obyekt açdığına görə ki, o tərəfə də qulaq asaraq. Belə deyək, sizin işiniz artdıqca, çeşidləriniz artdıqca rəqabət də çoxalır. Belə rəqiblərimə qarşı, yəni hörmətim var, rəqiblərimə qarşı böyük hörmətim var. Hərəsi öz işini görür, hərəsi öz işindən məşğuldur, çörəyini qazanır, Allah bərəkət versin hər kəsə. Amma bir dəqiqə demək olar ki, mən çalışıram öz-özümlə rəqib edim. Bir dəqiqə əsas öz-özümlə rəqib edim. Yəni rəqiblərimi demirəm nəzərə almıram, nəzərə alıram onlara, yəni hörmətim də var onlara. Amma rəqabətin olması əslində gözəl bir şeydir. Olması gözəl bir şeydir. Sözsüz biz rəqabətlə gəlmişik bunda. Rəqabət olmasa, bir dəqiqə mən təkcə bamya bişirərək oturmuşdum. Dad və keyfiyyətdə hansı standartları qurmusunuz? Qida təhlükəsizliyinin tələb etdiyi standartlar var. O birinci növbədə o standartlara uyğun qurulması lazım cexin. İşçilərin şəraiti uyğun olması lazım. İşçi
mümkün qədər yəni çexi hansısa bir çexi quranda və yaxud dəyişiklik eləyəndə birinci növbədə biz ona fikir veririk ki, işçinin rahatlığı, hətta bir addım işçinin artıq atması belə, əgər onu atmadan bu işi görəsidirsə, biz lap xərcimiz də çıxsa da biz onu önə sürürük ki, işçinin bir addım artıq atmasına ehtiyac olmasın ki, məhsuldarlığı çox olan bir işini görə bilsin. Çalışırıq ki, biz çeximizin, yəni bir həm işimizin ümumiyyətlə nəticə, işimizin həm ön planda olduğu kimi arxa planda olanları da biz gizlətməyək. Çalışırıq ki, daha çox insanlara görsə də bu minvalda da gələn təcrübə üçün yığma gələn şagirdlər olur, məktəblərdən gəlirlər. Peşə məktəbindən də gələn olubdu. Həm Muxax məktəbi olubdu, Danışıq məktəbi, onun yadımda olanlar deyirəm. Yəni gəlirlər, şagirdlər ustalarla, bizim ustalarla görüş keçiririk onlara. Onlar suallarını verirlər, baxırlar bişirmə prosesinə, xəmirin yoğrulması, texnologiyasına baxırlar. Çalışırıq ki, yəni mən əsas bunu eləmişəm ki, bizim ustalara xahiş eləmişəm ki, gələn şagirdləri həvəsləndirsinlər. Çünki bu işin gələcəyi olması lazımdır. Bəzi məhsullar var ki, mən onun gələcəyindən çox əndişəliyəm, yəni qorxuram gələcəyindən ki, get-gedə bu aradan çıxa bilər. Əsas ki, bu təndir çörəyinə aiddir. Təndir çörəyini bu indiki nəsil təndir çörəyi biraz düzdür. Çox çətin proseslərlə hazırlanan bir çörəkdir. Bu hər kəs bilir ki, təndir çörəyi təndirdə yapılır və bir təndirin yapılıb süfrəyə gəlməsi üçün yəni ən azı 2 dəfə təndirə əyilib duran işçilərimiz var. Yəni bir dənə çörəkdən ötürü. Yəni bu özü böyük proses sayılır əslində. Yəni ağır bir əziyyətli bir proses sayılır. Sadəcə olaraq indiki gənclərimizin görürəm ondan uzaqlaşırlar. Tək ondan yox, ümumiyyətlə çətin işlərdən uzaqlaşmağa başlayırlar. Yəni biraz işin çətini də var, rahatı da var sözsüz ki. Gənclərimiz axır vaxtlar görürəm ki, daha rahat yolla çox pul qazanmaq xəyalindədirlər, amma hər bir iş çətinliklə başlayır və səbirlə, dözümlə gərək işə yaxınlaşasan. Yəni mən gənclərə əsas bu müraciət edirəm ki, hansı işə əl atırlarsa atsınlar, birinci növbədə çalışsınlar ki, davamlı olsunlar işində. Çətinliyə də dözsünlər. Çünki hər bir çətinliyin rahatlığı da var. Yəni bir vaxt çətinlik gördükləri iş bir vaxt onlara çox rahat gələcəkdir və yaxud onun o işi genişləndirərək daha da rahat bir səviyyəyə çıxara biləcəkdir. Bəs yaxşı, hansı şirniyyatda var azalma? Misal üçün sizin proqnozlarınız var idi, deyirdiniz bamiyadan mən əmin deyildim. Bu get-gedə şirniyyat çeşidləri artır. Deyirdim yəqin bamiya arxa plana keçəcəkdir. Get-gedə azalacaqdır. Onu fikirləşirdim vaxtilə. Amma sonra gördüm ki, yox. Burada əsas rol oynayır, yenə deyirəm, keyfiyyət. Yəni bamiya keyfiyyətdə olduğu üçün hal-hazırda nəinki azalma, bəlkə 2 qat da artıbdır istehsalda. Bunun səbəbini nədə görürsünüz siz? Səbəbini keyfiyyətdə görürük. Yəni davamiyyətli keyfiyyətdə. Yəni hər dəfə gedib alanda eyni dadı ala bilir müştəri. Bəli, müştəri yeyir, xoşuna gəlir və xoşuna gəlsə bir də almaq istəyəcək. Nə qədər neçə sort şirniyyat olsa da belə, yenə də o bamiya spesifik dadı var. Həm də belə deyim, mən bamiyanın satışının artmasını nədə görürəm sizə deyim. Bu Zaqatalaya xas bir şirniyyat olduğuna görə, misal üçün digər bölgələrdə, məsələn Bakıda azdır bunun satışı, digərim yoxa bərabərdir. Biz misal üçün hər dəfə Bakıya qonaq gələndə Elşən də deyirdi ki, bamiya aparıram. Misal üçün Bakıdan gələn qonaqlar fərqli bir şirniyyat. Nə qədər cheesecake yeyəcək, Bakıda da yeyir də cheesecake. Zaqatalaya gəldi, fərqli nə dada bilərəm? Bamiya var. Bəli. Mən özüm bamiya çox şirin olduğu üçün bir dənə, 2 dənə artıq yeyə bilmirəm. Ümumiyyətlə son 2-3 ildir yemirəm. Amma indi burada danışdıq, ürəyim çəkdi, yəqin ki, ala deyəcəm. Bamiyanı tək elə də
təsəvvür edirəm. Elə də tək quru-quru da yemə də. İndi ya çayla ye, ya belə deyim, mineral su ilə ye məsəl üçün. Bamyadan yeyib mineral sudan iç. Hə, yəni fərqli dadlar da, yəni bir fərqlilik yaratdı özündə. Yəni limonlu su ilə ya da limonlu çayla və ya da ki limonlu çayla. Yəni vacib deyil ki, isti çay olmalıdır. Yəni bu sərin su da ola bilər. Amma çayla daha yaxşı. Yəni sizin özünüzün sevdiyi şirniyyat hansıdır? İndi bu sahədə sizin hər gün yediyiniz varmı? Və yaxud da tez-tez yediyiniz? Var. Şirniyyat, yəni quru şirniyyat cexindən əsas mən o çox sevdiyim şirniyyat odur ki, qozlu kətədir, bir də limonçik deyir. Hə. İkisini çox sevirəm. Amma deyəm də bəzən görür ki, bamyanın nətər adama dəmi gəlir. Keysə bamyadan yeməlisən. Yəni bir neçə dənə yeməlisən ki, ona getsin də. Ya uşaqlıqdan oturub da bizim geyimlərimizə. Kendimiz uşaqlıqdan 10 qəpiyə alırdıq şeydən. Bufetdən alırdıq. Mən sizin vaxtlar bilmirəm, 80-ci illərdə biz bufetdən alırdıq. Bizim vaxtlarda ki biz gəlirdik bazara alış-veriş eləməyə. Yəni məktəb vaxtı və yaxud da yeni ayaqqabı almalıydıq, gedirdik bazara da. Hə, orada bizim başımızı bamya ilə alladırlar ki, alın bamya sən ye. Biraz da gəzəkdə yəni orada. Biz bamya yemək üçün əslində gəlirdik bazara. Alladırlar bizi. Elə apardılar. Yəni biz o prosesi sevmirdik də, bazarda gəzmə prosesini. Bamyanın xəttində gəzirdik. Bamyanın xəttində gəl sənə bamya alacağam deyib başımızı bişirib aparırlar. Bayaq danışdıq bişirilmənin çətinliyindən. Hansı çətinliklər var, digər çətinliklər? Bizim işimizin çətinliyi əsas nədədir? Əsas istehsal sahəsində hər bir işçini biz aylarla, illərlə hazırlayırıq ki, orada o sərbəst o öz görəvini yerinə yetirsin deyə. Onu o aylarla, illərlə hazırlayırıq. Ən çox çətin olan, yəni bayaqlarda dediyim kimidir, o təndir çörəyidir. Təndir çörəyini həmişə mən, yəni o xanımları yəni alqışlayıram. Yəni o təndir çörəyini bişirən xanımları alqışlayıram mən. Dəyərli o Pirdos bacımız var, Rəna bacımız var. Yəni çox da adlarını şeyləsə, o yeganə rəqsanə, yəni çox dəyərli işçilərdir. Uzun illərdir işləyən Uzun illərdir işləyirlər, dəyərli işçilərdir. Yəni təndir çörəyində bir dəqiqə bizim Zaqatalda süfrəmizə gələn çörəklər onların zəhməti ilə. Düz digərləri də var, başqa sexləri də, onları da hamısını alqışlayıram. Yəni onlar çox çətin iş görürlər və onu süfrəmizə onun gəlməsi onların səbəbdir. Bizdə bir yəni əsas bizim şirniyyat ustamızdır Yaqut xanım. Yəni o işini o qədər sevir ki, yəni onu qıraqdan təkcə elə ona seyr eləmək adama ləzzət verir. Yəni o iş görmüşəm. Görüb olarsınız onu. Yaqut xanım. Ümumiyyətlə mən sizin sexdə olanda hər kəsi müşahidə edirəm. Mən ümumiyyətlə müşahidə etməyi sevirəm. Dediyim kimi siz də müşahidə edirəm. Mağaza daxilindəki işçiləri, baristaları, digər bütün şirniyyatçıları izləyirəm, onları müşahidə edirəm. Hər kəs işini sevərək görür. Sizinlə YouTube çəkilişləri də edirdik. 4 saat, 5 saat çəkiliş etdiyimiz vaxt olurdu. Mən gördüm ki, dayanmırlar. Bir dəqiqə dayanmırlar. Konkret dayanmırlar. Yəni gedirdilər nahar fasiləsinə, gördüm 10 dəqiqədən qayıdırdı. Bəli. Onların zəhmətlərinin nəticəsidir ki, bugünkü gün bizim obyektlərimizdə keyfiyyətli məhsullar ala bilirik. Elə işçi var ki, mənə yəni müdir deyərək müraciət edir. Elə işçilərim var ki, mənə əmi deyərək. Yəni əmi deyərək onlar mənə hörmət qoyurlar. Və müdir deyərək mənə hörmət qoyurlar. Mən də yəni şəxsi münasibətlərdə o cürə hörmətlə qarşılayıram. Amma bəzən olur ki, yəni müdir də bir sərt olmağın məcburiyyətində qalır, o tərəfini deməyək. Amma hər halda mən özləri qıraqdan da işləm ki, yəni işçilər bir müdir kimi mənə xətimi istəyirlər. Onların çətinliyi olanda siz necə müdaxilə edirsiniz? Hansı çətinlik olanda?
Yəni işin mən daha çox motivasiya tərəfindəyəm. İndi dediniz ki, əmək haqqı. Elə o vaxt olubdu, bu əsas yay vaxtı, təsəvvür edin ki, 40 dərəcə çöldə isti. Təndirxanaya girsən 6 dənə təndir yanır, özü iri təndirlər yanır. Görürlər ki, isti nə vaxtda. Elə vaxtda özüm gəlmişəm, iş paltarımı geyinib, başlamışam onlarla birlikdə təndir yapmağa. Yəni bu işlərin hamısını özüm bildiyim üçün, yəni onu da özüm şey eləmişəm. O cürə həm işçi bilsin ki, mən onlardan heç bir şeydən artıq deyiləm. Mən sadəcə olaraq bir vasitəçiyəm ki, onların bu işlə məşğul olması üçün. Yəni sabahsın gələn mən onlarla bir yerdə bu işi görməyə hazıram. Təndir də yapmışam, kürə də bişirmişəm. Mən işçilərə çox işçilərə özüm öyrətmişəm. İndi ora gələcəkdim, öyrətmək prosesinə. Bu komanda necə qurulur? Məsələn, sizin kollektivdə mən qeyri-peşəkar şəxs görməmişəm. Hər kəs kişinin peşəkarıdır. Yəni həqiqətən də hansısa bir sual verəndə görürsən ki, detallı məlumat verir, hətta tarixini görürsüz, danışır. Bu komandanı necə qurdunuz bəs? Yəni bu işçilərin bir araya toplanması. Düz etap oldu. Birdən-birə olan bir şey deyil. Bu 30 il ona görə elə bu 30 il sürəsində bu bir etap gələn bir prosesdir. Məndə yəni işçi var ki, 25 ildən yuxarıda işləyir. Yəni bamiyə bişirən işçimiz var. Sağ ol. 25 ildən yuxarıda işləyir. Yəni onu o vaxtı özüm öyrətdim, məndən bir yerdə işlədi, şeylədim. Sonra gördüm ki, yəni bu adam olubdu peşəkar. Sadəcə nəzarət edirəm. Çətinliyi olanda müraciət edibdi, müdaxilə eləmişəm. Ayrı vaxtlarda nəzarət edirik. Özləri öz işlərini çox gözəl peşəkar şəklində aparırlar. Gözəl bilirsiniz ki, bizdə şinyat çeşidləri çoxdur. Və onların arasında bir də kruasan deyən bir şinyat var. Mən sevdim. Onun sadəcə onun prosesini danışanda adam yorulur. Proseslər hansı proseslərdən keçir? Şoklama, nə bilim, dondurma, açılma, tur vermə, o birisi. Onları danışanda adam yorulur, nəinki onu həyata keçirmə. Hərənin işi bilinir, hərə öz işinin fərqindədir və sizin ekstra müdaxilə etməyinizə ehtiyac qalmır. Artıq sözsüz ki, əvvəlcədən mütləq, yəni o bir hansısa bir çeşid üzə çıxasıdırsa, onun üzərində işləyirik. Yəni onun üzərində başlayır. Sifariş əsasında da. Birinci üç çeşidi üzə çıxarır. Birinci elə satışa çıxarır, gün üzünə çıxarır. Yeni çeşiddən. Yeni çeşiddən söhbət gedir. Hər bir çeşidin üzərində işləyirik. Onu tam oturtdurandan sonra, yəni tam deyək ki, bu konveyeri oturtdurandan sonra, bu konveyer deyəndə yəni belə avtomatik şəkildə deyil. Yəni bu özümüzün iş prosesimizin konveyer şəklinə oturtdurma. Yəni necə xəmir yoğruldu, açıldı, kündələndi, nə bilim donduruldu, təzədən para verildi. Yəni bu konveyer ardıcıllığa oturulmaqdan ötürü müəyyən vaxt çəkir. Hər bir çeşiddə də o proseslər gedir. Yəni bu mütləq vaxt alır. Bir çeşidin çıxması üçün bəzən görürsən ki, bir ay vaxt alır. Çünki hansısa bir yeni çeşid gəlirsə, bəzən yeni bir işçi tələb olunur misal üçün, siz onu tapmalısınız. Bəzən işçi tələb olunur, bəli. Məsələn, kruasan aylarla çəkilmişdi, eləmişdi. Kruasanı özüm gedib master klass keçmişdim Bakıda, şeyləmişdim. Sonra oradan kruasan şefi gəlmişdi. O Ənvər qardaşım mənə gəlmişdi, o keçmişdi. Yəni bizə master klass keçmişdi. Hal-hazırda bizim bir konditor şefimiz var. Yəni Umud qardaşımız. Yəni Umud yeni çeşidləri o gətirir bizə. O bizi gətirir. Ustamızı öyrədir. Yəni tort ustasını və yaxud şinyat ustasını o öyrədir. Görsədə hər cürə şey necə lazımsa. Bunlar da peşəkar olduğuna görə bir dəfə göstərməklə onu bilirlər. Yəni ailə üzvlərim də onu öyrənir. Bəli. Və onlar bunu bir dəfə göstərməklə bunu demək olar ki, mənimsəyirlər. Ondan sonrası da bunlara qalır. Ailə üzvlərim həmişə axtarışdadır. Yəni bu çeşidlərin, yeni çeşidlərin axtarışındadılar. Yoldaşım da, gəlinim də əsas ki, çox da yoldaşım axtarır, gəlinim yəni bunun texnologiyasını öyrənir.
Gətir, yəni bu nəyinə bir gün işinə çıxarırıq, deyək ki, satışa çıxarırıq. Çoxu vaxtı sevilir. Bəzən olur ki, hansısa çeşid sevilmir. Görürük də dad ağız dadına uyğun gəlmir. Onu yəni çox uzun sürə saxlamırıq. Yəni istehsaldan çıxarırıq. Amma uzun sürə gedən çeşidlərimiz var. Məsələn, o şey ekler var, onun eklerin bir neçə, yəni çox sortları çoxdur. Bir neçə sortu var bizdə. O şokoladlıdan tutma, yəni plomber nəyinə kimi var. Sabah bəy, iş adamı olaraq şəxsi biznesə fokuslanan gənclərimizə nə məsləhətlər görərdiniz? İlk növbədə bu sahədə əgər gənclərimiz bu işin biznesini qurmaq istəyirlərsə, mütləq bilməlidirlər ki, birinci o işin ustası olmalıdırlar. Yəni, birinci peşəni öyrənməlidirlər. Peşəni A-dən Z-yə kimi öyrənməlidirlər. Bunun üçün sizə müraciət edə bilərlər də. Əlbəttə bizə müraciət edən bunun üçün belə deyim də, yəni öyrənmək, gəlib baxmaq və yaxud şeylə olan bir şey deyil. Yəni bundan ötürü işləmək lazımdır. Bundan ötürü səriştə toplamaq lazımdır. Sizin sahəni nə qədər müddət öyrənmək olur? Baxır hansı nədir? Mən deyirəm də elə bir sahə var ki, yəni bir ay içində də öyrənə bilirlər. Düzdür. Öyrənən köməkçi kimi işləyir. Hətta köməkçi kimi təcrübəsi də olmalıdır, öyrənmək kifayət etmir. Öyrənəndən sonra köməkçi kimi işləyir. Yəni birbaşa usta işləməkdən ötürü illər çəkir. Yəni, rahat bir sahə deyil ki, birbaşa usta işləsin deyə. Birinci köməkçi kimi işləyir və o orada işləyə özünü genişləndirirsə, yəni o üzərində işləməlidir. Hər kəs öz üzərində işləməlidir. Hətta mən hal-hazırda, yəni işçilərimdən, ustalarımdan da onu tələb edirəm ki, hər öz üzərində işləsin, yeniliklər çıxartsınlar. Yəni biliklərini artırsınlar, bir inkişaf yerdə etdirsinlər. dayanmasın. Çünki bu iş elədir ki, yerində dayanmaq özü batmaq deməkdir. Yəni yerində tapdalamaq özü birinə batmaq deməkdir. Ona görə bu işdə mütləq yeniliklərə şey verilməlidir, üstünlük verilməlidir. Həmişə öyrənməsi lazımdır. Yəni həmişə indi özümüz hal-hazırda mən özüm də indi hər keçən gün nəsə öyrənirəm. Və nəsə öyrənərək belə işimizi davam edirik. Belə bir ifadə var da, öyrənməyi öyrənmək. Yəni hansısa bir sahəni öyrənməzdən əvvəl birinci öyrənməyi öyrənmək lazımdır ki, hansısa bir peşəni öyrənmək, hansısa bir vərdişi formalaşdırmaq. Yəni sizin peşəni öyrəndi, bunun biznesini qurmaqdan əlavə işi tam peşəkar bilməlidir, müəyyən qədər təcrübə toplamalıdır və ondan sonra biznesə atılmalıdır. Bəli, ondan sonra və bu biznesdə ilk addım nədir sizə görə? Yəni ki, işini öyrəndi, artıq peşəkardır, işləyir, təcrübəsi də var. Ondan sonra bu istehsallı eləsi bir yeri, yəni uyğun bir yerdə olması lazımdır. Yəni onun təşkil olunması lazımdır və satışını az da olsa satışını təşkil etmək lazımdır. Yəni mütləq satışı təşkil olunmalıdır ki, iş get-gedə davamiyyətli şəkildə böyüsün, davamiyyətli şəkildə getsin. Və bir biznesinizi qurmusunuz. Yəni hazırda iş davam edir. Yəni gündəmdə qalmaq üçün, davamlılığı qorumaq üçün növbəti hədəfləriniz nədir? Yerinizdə saymamaq üçün. Hal-hazırda yəni strateji olaraq parka dediniz ki, yeni bir o yeni bir layihəmizdir. Hal-hazırda onun üzərində işləyirik. Parkın açılması, parkda obyektin açılmasında. Ondan biz iş özü də deyir. Bəzən bizim düzdür, biz yerimizdə qalmaq nəyimizdə yoxdur, planımızda yoxdur ki, yəni bu ilə bitdik, bu yerimizdə qalmaq planımızda. Amma iş özü gətirib çıxarır ki, yəni bu proseslə davam etmək lazım. Amma ən böyük də mənim hədəfim odur ki, indən sonra işçilərin əsas ki bu təndir istehsalında olan avadanlıqları, yenilikləri orada neyim ki, yəni təndir yapma işi rahatlansın.
mağazalardan daha çox sosial mediada da aktivlik var. İndi mən öz işimi biraz ön plana çıxaracağam burada. Çünki sosial media sizin işinizdə ön plana çıxmaqda daha çox rol oynayır. Böyük rol oynayır. Yəni Təşəkkürlərdən. Sizə düşür təşəkkürlərdən. çox sağ olun. Ən böyüyü. Mənim sevərək Mən görürəm sizin yəni yaxınlaşmanızı, yanaşmanızı görürəm. Nə cür yaxınlaşırsınız o işə. Yəni bu özü bizdə bir motivasiya olur, bizə ləzzət verir o. Mütləq də yəni o bayaqlar dedim yəni gənclər üçün satışı da irəli sürən reklamdır. Yəni satışı eləməkdən ötürü gərək onu müştəriyə sunmaq üçün deyə. Bəli, nümayiş etdirmək istəməzsən. Məsələn, yeni bir məhsul çıxarmışıq. Bunu necə bilə bilər ki, müştəri bu məhsul sizdə var? Burada artıq bizim işimiz qüvvəyə minir. Çünki dediyim kimi, mən özüm məsəl üçün sosial şəbəkədə vaxt keçirən bir adam kimi görürəm ki, sizdə belə bir məhsul gəlib. Düzdür, bunun sunumu da önəmlidir. Necə sunum edirsiniz? Bundan əlavə onun dadından da əmin olmaq lazımdır ki, bunu məsəl üçün sahibin məlumatları eləyirsə, bişirirsə, deməli bunu dadmağa dəyər. Bunun sosial media marketinq tərəfi də önəmli məsələdir. Çünki bəzi biz gedəndə mağazalara təklif eləyirik, misal üçün ki, sizdə niyə yoxdur bəs sosial media tərəfini niyə işlətmirsiniz? Onlar biraz belə tam səmimi yanaşmırlar, tam inanmırlar mı deyim, istəmirlər mi deyim, biganə yanaşırlar, bəli. Bu sadə bir nəyində sosial mediada paylaşılanda, yəni sizin bu hansısa bir məhsulun reklamını eləyəndə o birisi gün elə dərhal onda arxasınca gəlirlər ki, bəs falan şey görmüşük, ondan istəyirik, falan şey görmüşük, ondan istəyirik. Yəni o cürə tanınmağa başlayır. Məsələn, belə deyək də, yay boyu içkilər, soyuq içkilər verilirdi. Mən soyuq içkiləri daha çox oğlum mən yaxşıdır o içkiləri biləndi, araşdırandı, axtarandı, gətirəndi. Elə bir adda bir şeylər gətirir ki, mən özüm ömrümdə eşitməmişəm bunu. Bubble tea. Hardan bilim bubble tea nədir? Amma onu siz bunu reklamını elədiniz və insanlar gəldilər ki, o nədir, ondan istəyirik, ondan nədir, ondan istəyirik. Bu o cürə tanındı. Yəni hər bir şeydə, yəni reklam mütləqdir. Mütləqdir, yəni reklam olmasa bugünkü gündə yəni ticarətin ən birinci öndə gedən satışın gücləməsi öndə gedən işi odur ki, reklam. Bizim işimiz əlbəttə ki, göstərməkdir, nümayiş etdirməkdir. Ancaq bizim də motivasiya aldığımız tərəf odur ki, bəyənilir. Yəni misal üçün biz sizi məhsulları təqdim eləyəndə mənim öz izləyicilərim mənə yazırlar ki, biz daddıq, möhtəşəm idi, yenə dadacam, yenə gedəcəm, alacam, hətta sifariş edəcəm. Ona görə deyək ki, siz də rahat olursunuz. Bəli, mən özüm misal üçün hansısa bir məhsulu, yeni bir məhsulu nümayiş etdirəndə mən özüm birinci onu dadıram. Məsəl üçün sizin o dediyiniz bubble tealər olsun və ya da yeni şirniyyatlar olsun, xarici, yerli məhsullar olsun. Biz onun dadını özümüz baxırıq və nümayiş etdiririk ki, bunun dadı möhtəşəmdir, gəlin dadın. Əlbəttə ki, bu onların seçimi olur artıq. Gələcəklər dadına baxacaqlar və onlar geri dönüş eləyəndə biz də sevinirik ki, buradan məhsulu alıb onlar razı qalırlar. Biz də ürəyimiz rahat gecə başımızı yastığa rahat qoyuruq ki, sözsüz ki, yenə də keyfiyyətə gəldik çıxdı ki, yəni istehsalçı mütləq keyfiyyətli istehsal eləməlidir ki, onu reklam eləyəndə, təqdim edəndə gönül rahətlığı ilə onu təqdim eləsin. Çox sağ olun Sahib bəy gəldiyiniz üçün. Mən həqiqətən də sevinirəm ki, Zaqatalada belə deyək, şirniyyat sahəsində belə sizin kimi peşəkar işçilər var. Güman eləyirəm ki, uzun ömürlü olar. İnşallah biz də güman eləyirik, biz də yəni onun üzərində çox çalışırıq ki, bu uzun ömürlü olsun. Çünki gələcəyi planlaşdıraraq biz bəzi işlərdə quranda gələcəyi planlaşdıraraq qururuq ki, yəni tək bu gün olmasın, gələcəyə uyğun olsun. Yəni cavanlarımıza da bir də gənclərimizə istəyirəm tövsiyə edim ki, hər bir işdə hansı işə istəyir istehsal, istəyir marketinq, istəyir satışdır. Yəni hansı işdə
işə əl atırlarsa, səbirli olsunlar, tez pes eləməsinlər, yəni geri durmasınlar işlərini, çalışsınlar ki, davamlı olsun. Bu gün xeyri yoxdursa, sabah onun xeyrini onun xeyrini görəcəklər. Həmişə səbr eləyərək o işlərdə səbr eləyərək dözmüşük, işimizi davam eləmişik. Əsas davamiyyətdir, yəni davamiyyətli olsunlar. Hər bir işdə davamiyyətli olsunlar. Sizə təşəkkür edirəm bizi Bizim üçün də xoş oldu sizinlə söhbət etmək. dəvət elədiyiniz üçün. Sahib bəy, bayaq söhbətimizə qeyd etdiniz ki, gələn il sizin iş fəaliyyətinizin 30 ili tamam olur. Mən arzu edərdim ki, 100-cü ilinizi qeyd edəsiniz bu işdə. İnşallah biz yox, bizim davamçılarımız 100 illik qeyd edər. Mən də onu çox ümid eləyirəm. İnşallah 30 illiyində də bir də sizinlə görüşmək ümidi ilə. İnşallah. Çox sağ olun, minnətdaram. Sağ olun.